19-cu turun açılış qarşılaşmasında son çempion Qarabağ Şamaxı ilə münasibətlərinə aydınlıq gətirəcək. Köhlən atlar son 7 oyunda Şamaxıya qalib gəlməyi bacarıb. Maraqlısı budur ki, son 3 görüşdə Ağdam klubunun qapısına yol tapmayan Şirlər 21 görüşdür rəqibini məğlub edə bilmir. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma yanvarın 17-si saat 19:00-da start götürəcək. Oyunun baş hakimi Elçin Məsiyev olacaq. Yanvarın 18-nə 2 qarşılaşma təyin olunub. Günün ilk görüşündə Zirə yerli azarkeşlər önündə Araz Naxçıvanla münasibətlərinə aydınlıq gətirəcək. Qartallar çempionatda keçirdiyi son 4 qarşılaşmada məğlub olmayıb. Naxçıvan təmsilçisinin isə son 2 qarşılaşmada meydanı xalsız tərk etməsi bu görüşün intriqasını daha da artırır. Tərəflərin öz aralarındakı oyunlara gəlincə, son 3 qarşılaşmanın ikisində Elmar Baxşıyevin kollektivi qələbə qazanıb. Bir görüşdə isə sülh qeydə alınıb. Zirə İdman kompleksinin stadionunda oynanılacaq maçın başlama vaxtı saat 16:00-a təyin olunub. Maçın idarəçiliyi Əliyar Ağayevə tapşırılıb. Günün digər maçında Sumqayıt Səbaili qəbul edəcək. Bu komandalar arasındakı son 9 görüşdə Gənclik şəhəri təmsilçisi meydanı qol vurmadan tərk etməyib. Həmçinin son 6 qarşılaşmada Vaqif Cavadovun yetirmələri meydanı 3 xalla tərk edib. Dənizçilər isə ümumiyyətlə 9 oyundur ki, çempionat oyununda qələbə qazana bilmir. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq qarşılaşmanın start fitini saat 18:30-da İnqilab Məmmədov səsləndirəcək. Yanvarın 19-u baş tutacaq 2 qarşılaşma ilə tura yekun vurulacaq. İlk dueldə azarkeşlər qərb derbisinə şahidlik edəcəklər. Kəpəz nominal meydan sahibi qismində Turan Tovuzla qarşılaşacaq. Komandaların şəxsi oyunlarında Tovuz təmsilçisi son 3 qarşılaşmadan qalib ayrılıb. Lakin Qurbanberdiyevin yetirmələri son 2 Premyer Liqa maçında qalib gələ bilməyib. Kəpəz isə 3 oyunda yalnız bir xal qazanıb. Tovuz şəhər stadionunda oynanılacaq qarşılaşma saat 16-da start götürəcək. Oyunda ədaləti Rəvan Həmzəzadə qoruyacaq. Bunun bağlanış qarşılaşmasında Neftçi doğma meydanda Sabahla üz-üzə gələcək. Bayquşlar 6 görüşdü rəqibinə məğlub olmub. Neftçi isə 5 oyunda ümumiyyətlə Sabahın qapısına yol tapa bilməyib. Hər iki kollektiv çempionatdakı son görüşündə qalib gələ bilməyib. Saat 18:30-da start götürəcək qarşılaşma Neftçi Arenada oynanılacaq. Görüşün baş hakimi Kamal Umudlu olacaq. Turun bütün qarşılaşmaları CBC Sportla canlı yayımlanacaq. Turnir cədvəlinə 47 xalla Qarabağ başçılıq edir. Araz Naxçıvan 39 xalla ikincidir. 7 xal geri qalan Turan Tovuz ilk üçlüyü tamamlayır. Zirə 30 xalla 4-cü, Sabah 26 xalla 5-ci pillədə qərarlaşıb. Aktivində 20 xal olan Sumqayıt 6-cıdır. 17 xal toplayan kollektivlərdən Şamaxı və Neftçi 7-8-ci pillələri bölüşür. Kəpəz 11 xalla 9-cu, Səbail isə 9 xalla sonuncu 10-cudur.